eşitdim karşına asan nə mücrülərdən biri Radyo İran'da dərmorudur bizim bu Təbrizdə olan nümayişnamələr ifazə-i feyzi verib. O besavad qərdəşə xaşımıdır geçsin mütali eləsin tarix Azərbaycanı. O buyurduğu fərmayişlər, dəri dömrünün barəsində, dədən qurdun barəsində, o bislərin barəsində geçimi mütali eləsin da, qəblə bu iki ağzını açsın, söhbət eləsin, görsün Azərbaycanın iftixaratı nə mənədir, Azərbaycanın nəqilləri nə mənədir. Məlik Məmmədin nəqlin mənim atam rəhmətlik mənə uşadım deyərdi, yadımdadır. Noxudunun nəqlin deyərdi, yadımda. Şah Abbasın nəqlin deyərdi, yadımda. Dəri dömrünün nəqlin deyərdi, yadımda. Dədə Qurdun nəqlin deyərdi, mən yadımda. Bunlar hamısı yadımızda. O besavad qərdəşə və ona orada yol açanlara, radyo, televizyona xahişim budur ki, yollayanda söhbət eləsin dəmurdu tarix Azərbaycan, elə adam yollasın ki, tarix Azərbaycanı bir vərəxlasın. Azərbaycan doğrudur belə nəqillərlə, Azərbaycan doğrudur belə mətaliblərlə, belə xərə xub mücrüdür da, istir özündən bizzat deyə, belə xərərz edeyim məhzərizə, dədəsinin gözünü çıxardı və yolda Koroğlu kol olmaz.